Salam əziz abituriyentlər, hər vaxtınız xeyir olsun. Bu videoda sizlərə paylaşdığım 4-cü sualın izahını verəcəm. Gəlin birlikdə başlayaq. Deməli, sualımız ilkin anlayışlara aiddir, Python-a aid bir sual nümunəsidir. Bu suala keçməzdən əvvəl istəyirəm daha asan bir sualı müzakirə edək. Daha sonra öz sualımıza qayıdarıq. Deməli, baxın, bizə belə bir deyək ki, sual nümunəsi verilib. Gəlin birinci bu sual üzərində biraz müzakirə aparaq. Deməli, A dəyişənində baxın, belə bir qiymət mənimsədir. Bu nə deməkdir uşaqlar? Bizim print funksiyamızın daxilində bir neçə funksiyalar var ki, biz onları birinci öyrənməliyik, daha sonra misalları tətbiq edək. Baxın, burada bir dənə /n funksiyamız var. Bu nə deməkdir uşaqlar? Yadda saxlayın. /n adlanır növbəti sətr. Sətr. Yəni, misal üçün, bu yazılışda biz nə edəcəyik? Print funksiyası gedəcək, A-nı çap eləyəcək, buradakı A-nı və bu A-nı çap eləyəcək. /n funksiyası öz işini görəcək, yəni keçirdəcək növbəti sətrə və burada növbəti A-nı, baxın, bu A-nı çap eləmiş olacaq. Daha sonra B funksiyamızın, B dəyişənimizin qiyməti olacaq yenə sətr tipində sadə bir verilən. C dəyişənimizin qiyməti bərabərdir A-ya. Yəni, C nəyə bərabər olacaq? A-nın qiymətinə. Yəni, A-ya bərabər olmuş olacaq. Baxın, A-nın qiyməti burada A-ydı da, onun əsasən. Və D-nin qiyməti nəyə bərabər olacaq? Baxın, uşaqlar. Deyir ki, A plus B plus C. A neçədir? A-dır. A, növbəti sətirdə A. Bunun üzərinə B-ni gəlir. Yəni, ananı. Yazıram buradan A-nı A. Elə bilin ki, uşaqlar, bax, gəlin sizə bir nüansı deyim də. Misal üçün yazıram A aşağıdakı sətirdə A. Mən əgər bu sətrin üzərinə başqa bir sətr əlavə edirəmsə, artıq yuxarıki sətrə keçə bilmərəm. Keçmişəmsə növbəti sətrə. Proses növbəti sətirdən davam etməlidir. Yəni artıq bunun üzərinə əlavə edəcəyim həmin o simvollar yığımını mən bundan sonra da yazmalıyam. Aydındırmı fikrim? Yəni əvvəlki sətrə qayıtmırıq. Bu sətirdə, növbəti sətirdə biz işimizi davam etdiririk. Ona görə ananı, baxın, növbəti sətirdə, ikinci yazdığım hissədə yazırıq. Ananı yazdıq və onun üzərinə də gəlinlə qaydaq əvvələ. Ananı yazdıq, yəni B-nin qiymətini yazdıq və gəlirəm burada C-nin qiymətini yazmağa. Baxın, C nə idi? A idi da, düzdür? Yəni A-nı yaz, növbəti A-nı növbəti sətirdə yaz. A-nı yazdım, növbəti A-nı keçirdim bura. Ona görə cavabımız olacaq A-nı A və növbəti sətirdə A. D dəyişənimizin qiyməti belə bir cavab olmuş olacaq. Gəlin Python-da yoxlayaq. Yazıram buradan. A bərabərdir nağın daxilində. B bərabər sadəcə ana, C bərabər olmuş A-ya, D də bərabər olmuş A plus B plus C-yə və bizdən print D-ni istəyir. Aha. Baxın, gördüyümüz kimi D dəyişənimizin qiyməti bu formada ekrana çıxmış olacaq. Ümid edirəm, fikrim aydındır. İndi uşaqlar, bundan sonra sizə nə edəcəm? /n-dən əlavə bizim set və int funksiyalarımız var. Onlar da müəyyən bir işi icra edir. Gəlin onlar haqqında da danışım sizinlə. Baxın, əgər sep yazıramsa, sep deyirik ki, sonuncu vergüldə işləmir. Sonuncu vergüldə işləmir. Belə bir kres qoyuram. Və end isə sadəcə sonda işləyir uşaqlar. Bax, end ilə sepin fərqi buradadır. End ilə sep burada fərqlənir. Yəni, sep sonuncu vergüldə işləmir, end isə sonda işləyir. Gəlin, rahat bir misal nümunəsi üzərində bunu sizə izah edim. Misal üçün, yazıram ki, print belə yazaq da. B, C yazaq. Bir də nə yazaq? Bir dənə də D yazaq. Ya da belə, elə /n də bura əlavə edək. Yeni öyrəndiyimiz funksiyanı burada tətbiq edək. N, bir də yazaq belə, artıq sepə keçək də. Sep bərabər olsun dırnağın daxilində. Bunu da demiş olar. Sepin daxilində hansı simvolu yazırsınızsa, həmin simvolu icra edəcək də. Həmin vergüldə həmin simvolu işlədəcək, belə deyək. Nə yazım burada? Misal üçün, ulduz yazaq. Və burada da endimizi də yazaq. End bərabərdir. Endin də daxilində eynən hansı simvolu yazırsınızsa onu işlədəcək. Misal üçün, biz də yazaq burada /n-d yazım bura. Bura /n-d yazım. Bura isə bir dənə son yazım. Son nöqtə. Aha. İndi gəlin görək bunun cavabı nə olacaq. Əvvəlcə bir dənə bunu biz izah edək. Daha sonra cavabına baxaq. İndi uşaqlar nə edirik? Bax, gəlin baxaq. Deməli, print funksiyası nə edəcək? A-nı görəcək, gələcək A-nı çap edəcək, düzdür? Vergüldə dedik ki, sep işləyir. Bir dənə sonuncu vergüldə işləmir. Bax, bura qədər, bu hissəyə qədər hamısını işləyəcək. Gələcək vergülü görəcək, sep işlədəcək. Sep nə edəcək burada? Ulduz qoyacaq.
Ulduzu qoydumu? İndi gəlirik B-ni yazacağıq. B-ni yazdıq, yenə vergül gördük, yenə sepi işlətdik, yenə ulduz qoyduq. C-ni yazdıq, yenə vergül gördük, ona görə sepi işlətdik, ulduz qoyduq. Və C-dən sonra bax burada slash n var. Artıq nə edirəm uşaqlar? Buradan sonra heç nə yaza bilmərəm. Keçirəm növbəti sətrə. Baxın, burada bir dənə D-ni yazıram. Slash n burada funksiyadır. Slash n-i yazmaq olmaz. Yəni funksiyasını icra etsin də öz işini görür burada. Keçirir növbəti sətrə. Növbəti sətrdə D-ni yazırıq uşaqlar. Və bu vergül artıq bizim üçün sonuncu vergül sayılır. Bu vergüldə sep öz işini bitirir və keçir n-də. N isə nə edəcək? Bir dənə bu vergüllə işləyəcək. Yəni son nöqtə. Yazacaq son nöqtə. Yazıb işini bitirmiş olacaq. İndi gəlin bunu biz tətbiq edək. Enteri sıxırıq. Baxın, burada da gördüyünüz kimi nəticəmiz bu formada ekrana çıxmış olacaq. Deməli, A ulduz, B ulduz, C ulduz və D nöqtə, sondan sonra da bir dənə nöqtə. Burada da gördüyünüz kimi bir dənə nöqtə. Ümid edirəm, fikrim aydındır. İndi isə qayıdıram öz sualımıza. İndi də sildim, necə dəqiqə. İndi qayıdaq öz sualımıza. Bizə belə bir sual nömrəsi verilir uşaqlar. Bir dəqiqə mən bunu biraz belirləyək. Deməli, A verilib. A-nın qiyməti belə bir sətr yığımıdır. A-nın qiymətinə baxaq. İndi uşaqlar baxırıq burada artıq öyrəndiklərimizi burada bir növ tətbiq edək. A-nın qiyməti nəyə bərabər olacaq? Bax burada slash n-i görəcəyik uşaqlar. Burada sadəcə bir nüans var ki, əgər slash n-dən əvvəldə bir dənə simvol yazsaydım, növbəti sətri görərdiniz. Burada biraz görmək çətindir. Nə baxımdan? Elə bilin ki, bax, bu ilk sətirdə, düzdür? Enteri sıxıb keçmişəm növbəti sətirdə, burada A-rı yazmışam. Siz bunu yekunlaşdırımda görmürsünüz də bir növ. O məsələ var. Yəni, bu slash n-i gördünüz. Elə bilin ki, bu sətirdə idiniz əvvəl. Slash n-i gördünüz, düşdünüz növbəti sətrə. Burada A-rını yazdınız. Bu oldu A-nın qiyməti. İndi keçirəm B-B-B-yə. B-B-B-nin qiyməti uşaqlar A-ya bərabərdir. A-nın qiyməti nə idi yuxarıda? A idi, düzdür? Ona görə B-B-B-nin qiyməti olacaq A. İndi bircə dəqiqə mən bunu daha səlqəli formada yazım. İndi C-C-C-yə baxaq. Burada isə, baxın, artıq bu hissədə siz növbəti sətr görə biləcəksiniz. Deməli, nə edirik? C-C-C bərabərdir. Nə edəcək? S-A-nı yazacaq. Yazdım S-A. Və slash n-i görəcək, düşəcək növbəti sətrə. Burada isə sonuncu A simvolunu çap eləmiş olacaq. Bu oldu C-C-C-nin qiyməti. B dəyişəninin qiyməti isə olacaq belə. S-A-nı yazacaq. Yenə yazdıq S-A. Slash n-i gördük, düşdük növbəti sətrə. Burada isə A-lı, belə deyək də, simvol yığımını çapa çıxartmış olacaq. Bir dənə buradan yazım, A-lı. Bu oldu B-nin qiyməti. İndi isə uşaqlar, gəlin print funksiyamızda bunu tətbiq edək. Bir nüansı vurğulayım sizin üçün. Əgər baxın, printin daxilində sadəcə A, B verilirsə, dırnaqda yox, adi formada, buradakı formada verilirsə, bu o deməkdir ki, yuxarıda bir A dəyişəninə qiymət mənimsədilib və biz bu halda həmin o A dəyişəninin qiymətinə müraciət etməliyik, həmin qiyməti qoymalıyıq A-nın yerinə. Amma əgər dırnağın daxilində nə isə verilirsə, uşaqlar, bu zaman heç bir dəyişənə müraciət getmir. Həmin o dırnağın daxilində olan sətir tipli veriləni olduğu kimi yazmalıyıq. Ümid edirəm, fikrim aydındır. Misal burada A-ya müraciət gedəcək. Burada isə A-A-A-ya müraciət getməyəcək. Sadəcə olaraq bax, bu sətir tipində olan bu dəyişəni, bu verilənlər yığımını olduğu kimi biz çap etmiş olacaq. İndi gəlin, qaydaq misalımıza bir-bir başlayaq. A-nın qiyməti nədir? A-A-A. Bax, bu A-nın qiymətini yuxarıda yazdık. Baxdıq, A-A-A. Yazdıq burada birinci A-A-A. Bura qədər aydındır. İndi gəlirik vergülə. Vergüldə nə işləyir dedik? Sep işləyir. Sep burada altdan xəttini qoyacaq. Qoydu altdan xətt. İndi dediyim kimi bu halda yuxarı müraciət getmədi. Yazdıq A olduğu kimi yazdıq. Vergülü gördük, yenə sepi işlətdik. C halında uşaqlar, baxın, olduğu kimi belə deyək bir dəyişəndir. Dəyişənə müraciət getməlidir. Gələcək buradan C-nin qiymətini götürüb yazacaq. Nədir C-nin qiyməti? Sa növbəti sətirdə A. Yazacağım Sa-nı uşaqlar. Bax, bu A-nı növbəti sətirdə daxil. Ona görə keçirdəcəm növbəti sətrə. Bax, keçirdim bura. Bu oldu C-nin qiyməti. Yenə vergül gördüm, yenə altdan xətt yazdım. Yenə dırnaq içərisində verilən gördüm, olduğu kimi yazdım. Yenə vergül gördüm, yenə altdan xətt yazdım. Artıq uşaqlar, bu hissədə, bax, bu yazılışda N-A-lı. Bu yazılışda isə
Bu slash n yenə öz funksiyasını icra edəcək. Yəni bax buradan sonra artıq bu slash n-in yazılışını yaza bilmərəm. Slash n-ə görə daha doğrusu burada simvol yaza bilmərəm. Slash n keçirdir məni növbəti sətrə. Növbəti sətirdə bir dənə A-lığını yazmış oluram. Bax bu n-nın yanındakı A-lığını yazmış oluram. Və yenə vergül görürəm. Yenə altdan xətt yazıram. Burada isə BBB-ni görürəm. Yəni yenə nə edəcəm? Yuxarıya müraciət edəcəm. BBB-nin qiyməti nədir? A, A, A. Yazdım uşaqlar. Baxın. A, A, A. Bu da oldu BBB-nin qiyməti. Artıq bu vergül oldu nə? Sonuncu vergül. Burada sepin işi bitdi və burada end dövrəyə girəcək. End nə edəcək? A-nı yazacaq. Bax, endin daxilində nə var? A/n na var da. Yəni bu nə deməkdir? A-nı yazacaq. Slash n-i gördüyünə görə düşəcək növbəti sətrə. Burada da bir dənə A yazacaq. N ilə A-nı yazdım burada. Slash n-i gördüm. Artıq burada davam eləyə bilmərəm. Düşürəm növbəti sətrə. Burada da bir dənə A-nı yazıb biz işimizi bitirmiş oluruq. Ümid edirəm fikrim sizə tam aydındır. Təkrar edirəm, neynədik? Sadəcə olaraq öyrəndiyimiz hissələr nə idi? Slash n keçirilir növbəti sətrə, sep sonuncu vergüldə işləmir, end isə sonuncu vergüldə işləyir. Bax, bunu bilsək, davamı arızlı formada gələcək. Bir də nəyi bilməliyik uşaqlar, onu da deyim. Demişdik ki, iki sətri toplayanda sətirlər birləşir. Misal üçün, dırnaqda A ilə sən dırnaqda B-ni toplasan, nəticəni AB alacaqsan. Və ya dırnaqda 2 ilə dırnaqda 3-ü toplasan, nəticəni 5 yox, 2, 3 alacaqsan. Yəni, iki sətir birləşməlidir. Bax, eyni nüans burada da keçərlidir. Elə bilin ki, dırnağın daxilində A, A-nı, yəni A növbəti sətirdə A-dılar, bir növ belə. Bircə dəqiqə. Və dırnağın daxilində A, növbəti sətirdə A-nın üzərinə bir dənə A əlavə edirsən. Nə edəcəksən? A-nı yazacaqsan, keçirəcəksən növbəti sətrə, artıq növbəti sətirdə sən prosesi davam etməlisən. Burada növbəti A-nı, üzərinə gəlməli olduğun A-nı yazmış olacaqsan. Ümid edirəm fikrim tam aydındır. Bu qədər. Burada isə cavabımız, baxım hansı variant idi. Cavabımız olacaq burada A variantı. Gəlin Pythonda da tətbiq edək. Pythonda da yazaq eyni proqramı. Run edək buradan. Gördüyünüz kimi nəticə bu formada ekrana çıxmış olacaq. Ümid edirəm fikrim sizə tam aydındır. Gəlin lap yeniləşdirək. Buradan deməli nə edirik? Ctrl V. Aha. Deməli nəticəmiz necə oldu? A, 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 altdan xətt A, 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 sağ və növbəti sətirdə A, B, altdan xətt, al 4 dənə A, növbəti sətirdə A. Al 4 dənə A və növbəti sətirdə A nəticəsi ekrana çıxmış olacaq. Bu qədər uşaqlar. Allah amanında sağ olun.